Salam əziz dostlar. İmam Əli əleyhissalamın fəzilətlərindən birini sizin üçün oxuyuram. Deməli, Rəvəl Hafiz Süleyman ibn İbrahim Əl-Qunduzi Əl-Hənəfi Əl-Mütəvəffa fi kitabihi Yanabi'il Məvəddə qal. Deyir ki, Hafiz Süleyman ibn İbrahim Qunduzi Hənəfi 1294-cü ildə vəfat eləyib. O öz Yanabi'ül Məvəddə kitabında yazır. Yazır ki, və fi'd-Durrul Münezzəm libn Təlhə Əl-Hələbi Əş-Şafii. Deyir, Durrul Münezzəm kitabında Təlhə Hələbi Şafii məzhəbli alimdir, İbn Təlhə. Onun kitabında yazılıb. Həmin adam deyir, yəni, "E'ləm, bil, inne cəmiə əsraril kutubis səmaviyyə fil Qur'an." Bütün səmavi kitabların sirri, inne cəmiə əsraril kutubis səmaviyyə. Bütün səmavi kitabların sirri fil Qur'an, Qur'andadır. Və cəmiə ma fil Qur'an fil Fatihə. Bütün Qur'anda olan bütün sirlər Fatihə surəsindədir. Və cəmiə ma fil Fatihəti fil Bəsmələ. Və bütün Fatihədə olan sirlər Fatihə surəsində Bismillahirrahmanirrahimdədir. Və cəmiə ma fil Bəsmələ fi ba'il Bəsmələ. Bismillahirrahmanirrahimdə olan bütün sirlər Bismillahirrahmanirrahimin B hərfindədir. Və cəmiə ma fil ba'il Bəsmələ fin nuqtətilləti hiyə təhtəl ba. Və bəsmələdə olan bəsmələnin basında olan bütün sirlər də nədədir? Ba'nın altında olan nöqtədədir. B hərfi, bu B-nin altında bu nöqtə var, burada. Sonra həmin o alim deyir. Sümmə qal. Sonra həmin o Hələbi Şafii deyir ki, qaləl İmamu Ali. İmam Əli əleyhissalam buyurub. Ənən nuqtətulləti təhtəl ba. Mən Ba'nın altında olan nöqtəyəm. Burada sonra izah edir həmin müəllif. Deyir ki, mənası budur ki, Ba'nın B'si olmasa, Ba'nın nöqtəsi olmasa, o mühməl bir hərfdir. Yəni, heç bir məna ifadə eləməyən, bilinməyən bir hərfdir. Sadəcə bir işarədir. Əsas onu B-laşdıran onun nöqtəsidir. Ona görə B-nin nöqtəsi olmasa, o B heç nəyə yaramır. O B heç nəyə yaramasa da, o sirlər də, Qur'anda olan sirlər də onda olmayacaq. Beləliklə, nəticə olaraq Əli əleyhissalam həmin o B-nin nöqtəsidir. Sağ olun.